Bu günləri Təhsil Nazirliyinin qarşısına yığılmalıydıq. Lakin əvvəlcədən də sözü bir araya qoymuşdu bir neçə müəllim, bir neçə yox. Qrupda 300-400 müəllim var idi. Lakin həm əksəriyyətinə zənglər gəldi, təhdidlər, hədə qorxu. Eyni zamanda müəllimlərin əksəriyyətinə işlədiyi məktəbdə direktora bildirmişlər ki, öz müəllimizə sahib çıxın, şikayət eləməsinlər, bu sizin üçün də ziyandır. Sonra töhmət verin və s. və s. Və ümumiyyətlə, haqlı səbəb varsa ortada, rəhbər öz müəlliminin arxasında dayanmalıdır ki, müəllim azad bir insandır, öz haqqını tələb etməyə bacarır, öz haqqını tələb edir. Və burada yəni ki, qanunu pozacaq bir şey yoxdur. Bizim, yəni düzdür, mənim başıma gəlməyib. Bizim istədiyimiz odur ki, o testlər ictimaiyyətə təqdim olunsun. Görüm, o testi tərtib edən şəxslər bizə verdikləri dəqiqədə hər sualı 2 dəqiqə vaxt dairə izah edə biləcəklərmi? Məncə yox. Çünki orada əvvəldə verilən 15 dənə mətnə 2 dəqiqə kifayət eləmir. Hər birini aşağısı düşünmək üçün və yazmaq üçün 5 dəqiqə vaxt lazımdır. Aşağısı. Asan deyil. Sonra burada uyğunlaşdırmalar falan var idi. Eyni zamanda səhv suallar var idi. Və bir müəllim, məsəl üçün mən özüm sualın cavabını 7-8 dəqiqə ərzində çıxarda bilmirdim ki, burada axı bir cavab çıxmır. Əvvəli düz gəlir, axırını düzəldə bilmirəm. Və o imtahanın stresi, cavabı tapa bilməm və axırda görmüşəm ki, belli 5 cümlə, variantların içərisində 6 var. Heç mi bir il içərisində bunlar test hazırlamağı öyrənməyiblər? Heç mi tərtib edəndən sonra bir yoxlamaq ağıllarına gəlməyib bu testləri? Çox maraqlıdır. Bu birinci məsələ. İkincisi, 2-3 dənə içlərində təbii ki, asan sual var. 2-3. Orada yəni atıblar ortalığa. 2-3 dənə orada asan sual var. Bağlayıcını soruşur, yer zərfi nədir? Yəni göz boyamaq üçün. Heç mən demirəm ki, o qədər asan suallar olsun. Yəni o sualları ibtidai sinifə də versən, ona cavab verə biləcəklər. Mən onun da əleyhinəyəm. Sadəcə olaraq normal bir sual tərtib olunmalıydı, vaxta uyğun olan. Təbii ki, biz müəllim isə çətin sualların öhdəsindən gəlməliyik. Lakin o verilən suallar vaxta uyğun deyildi. Və eyni zamanda bu necə olur ki, digər ixtisaslarda 50-ni keçən var, amma dil ədəbiyyat müəllimləri 50-ni keçməyə bacarmır. Yəni bu qədər mi savadsızıq? Yəni bu qədər mi, yəni belə deyim də, heç nədən anlayışımız yoxdur ki, 50-ni keçənlərin demək olar ki, sayı çox azdır. Digər ixtisas müəllimlərindən soruşursan, əksəriyyəti deyir ki, yəni ki, imtahana çox tez bitirdim. Oturub sadəcə o qədər sualları bir də gözdən keçirirdim. Bizim sualları təzədən gözdən keçirməyə vaxtımız olmadı. Nəinki sualları gözdən keçirmək, biz sualları axıra qədər tamamlaya bilmədik. Əksəriyyəti o sualları axıra qədər tamamlaya bilmədi. Vaxt bitdi, ekrana bal gəldi. İnsan həm burada təkcə məsələ 35% maaş artımından getmir. Həqiqətən də. Kollektiv içərisində insan utanır. Çünki digər fənlər 50-dən yuxarı yığıbdır və onlar fikirləşir ki, sertifikasiya miqdən asandır. Mən də razıyam. Sizə verilən sualların səviyyəsinə görə təbii ki, asandır. Amma bizdə miq səviyyəsindədir. Bəlkə deyərdim ki, miqdən də çətin. İkincisi, şagirdlər fikirləşir ki, mənim filan müəllimim nisbətən daha zəif bilir, savadı azdır. Üçüncüsü, saat tələb edərkən də biz, yəni nisbətən dilimiz qısa olur. Dördüncüsü, valideyn öz övladını təbii olaraq ki, balı yüksək olan müəllimi yanına qoymaq istəyir və s. Yəni, burada təkcə məsələ 35% maaş artımından getmir. Mən sadəcə olaraq ədalət istəyirəm və mən istəyirəm ki, bu suallar ictimaiyyətə təqdim olunsun və izah edilsin. Təbii ki, onlar bu sualları gizlədirlərsə, deməli, həqiqətən də bizim iradlarımız, bizim dediyimiz sözlər hər biri haqlıdır. Onlar üzə çıxarda bilmir sualları, çünki utanırlar. Səhv sualların özləri də fərqindədir. Aşağısı 2 və 3 sual səhvdir. Amma əslində qalsa, biz özümüz o sualların izahını görməliyik. Yaxşı, biz tutaq ki, zəif biliriksə, bizə siz izah eləməlisiniz ki, burada budur, burada budur. Və təbii ki, o sualların cavabı və izahı olmalıdır. İkincisi də, biz hər birimiz öz haqqımızı tələb eləməsə, deməli, həqiqətən də bizim iradlarımız, bizim dediyimiz sözlər hər biri haqlıdır. Onlar üzə çıxarda bilmir sualları, çünki utanırlar. Səhv sualların özləri də fərqindədir. Aşağısı 2 və 3 sual səhvdir. Amma əslində qalsa, biz özümüz o sualların izahını görməliyik. Yaxşı, biz tutaq ki, zəif biliriksə, bizə siz izah eləməlisiniz ki, burada budur, burada budur. Və təbii ki, o sualların cavabı və izahı olmalıdır.
İkincisi də biz hər birimiz öz haqqımızı tələb eləməyi bacarmalıyıq müəllimlər. Biz bu günləri bir olmasaq, bu oyun səhəri gün bizim başımıza yenə də gətiriləcək. Bizdə birlik yoxdur. Qorxuruq. Amma biz əksinə qorxmasaq, gələn dəfə belə bir hadisə olmayacaq. Onlar biləcək ki, müəllimlərin birliyi var, ədaləti var, hamısı sözü bir araya qoymağı bacarır. Bu hadisə ikinci də təkrarlanmayacaq. Biz həmişə sustuğumuz üçün bunlar başımıza gəlir. Biz yeri gələndə məktəbdə şagirdlərə öz haqqını tələb etməyə öyrədirik. Nə olursa olsun, şəxsən mən özüm fikirləşirəm və həmişə də bunu tədris edirəm. Yəni bunu öyrədirəm ki, nə olursa olsun, əgər haqlısansa sözünü deməkdən çəkinməməlisən. Bu mən də olsam, məsələn müəllimin belə olsam, sən haqlısansa sən öz sözünü deməyi bacarmalısan. Və indi bugünkü gündə bir müəllim olaraq öz haqqımızı tələb etməyi bacarmırıq, qorxuruq. Ya bu düzgün bir şey deyil. Yəni biz hamımız sözü bir araya qoymağı bacarmalıyıq. Sözü bütöv tutmağı bacarmalıyıq. Bu imtahan yenidən təşkil olunmalıdır. Yəni bunun başqa bir yolu yoxdur. Yenidən 2021-ci ildəki kimi şəffaf qaydalarla, normal suallarla, vaxta uyğun olan şəkildə suallar tərtib olunmalı və yenidən təqdim olunmalıdır bizə. Çünki burada həm də ədalətli prinsipi pozulubdur. Fənlər arasında digər fənlərə verilən sual, hansı ki müəllimin özü dili ilə deyir ki, o suallar o qədər asan idi ki, həqiqətən də mən belə gözləmirdim. İbtidai sinifə versən o sualları həll edərdi, yazardı. İbtidai sinif müəllimlərindən biri, mənim öz tanışım mənə dedi. Coğrafiya müəllimləri eyni qaydada deyir, bunu deyir, sərhədləri soruşurlar məsəl üçün. Bunu məsələn, dil ədəbiyyat müəllimə də soruşsan, riyaziyyat müəllimə də soruşsan, onu cavablandıracaq. Amma bizə verilən suallar elə deyildi. Əməlli başlı burada, yəni fərq çoxdur, fərq var. Bilmirəm, dil ədəbiyyat müəllimlərinin problemi nədir? Nə üçün bizə bu problem aşılanır? Nə üçün bizə ancaq bu problemlər olur? Həmişə də ən çox üstənə qalxan dil ədəbiyyat müəllimləri olur. Çünki bu təkrarlanır. 2023-cü ildə də təkrarlanmışdı. 2021-ci ildə də bir problem yarandı. İkinci dəfə imtahan təşkil etdilər. 2023-də də eyni qaydada və bugünkü gün sertifikasiyada da eyni qaydada. Keçən illərdə sertifikasiyada bu vəziyyət yaranmışdı.